Demək, bu bizim yetim saxladığımız qutudur. Burada 8 ramka balalı balalar var idi 8 ramkada. Ananı 3 ramka ilə götürmüşdük. Digər qutudan da 1-2 dənə dəstək vermişdik. Bunlar hamısı balalı idi. Ayın 4-ündə. Bugün artıq ayın 13-üdür. İndi bunlarda ana məmə kontrol edirəm. Gördüyünüz kimi balaların əksəriyyəti çıxdığına görə, havada sərinən təzə ayıldığına görə dəqiq kontrol eləməkdən ötürü bura aşağı sərmişəm, bura bir hissəsini bura sırtıram ki, məmələri rahat görə biləm. Bunlarda hələ ki bu ramkalarda məmə kontrol məmələr yoxdur. Bu qayda ilə bütün ramkalar axtarılır, məmə varsa ləğv olunur. Sonradan bura demək, sulka qapağında göstərəcəm onu sizə köçürmə edirik. Hələlik qədər. İndi güclü bildiyimiz anadan, yəni yaxşı bildiyimiz anadan, bu keçəninin anasıdır, yaxşı anadır, yaxşı toxum sapır. Burada bir günlük hansı ki vermişdir, bir günlük toxum olacaq ramka. İndi bunun üzerinde yakından bilmem orada görsen burada 5-6 günlükte ama bura hamısı bir günlük toxumlardır. İndi bu sirkəlişik bu ramkanı götürürük ve sonra bu ramkanı sirkəlirik. Bak bu gördüğümüz size gösterdim. İndi bu prosesde gösterdim ama bak böyle qapaqlardan kəsdiyimiz kola qabları yaxşıdır, daha yaxşıdır. Bunlar çox kiçik olur, bunlar böyük olur. Bax, kola qablarıdır. Bunlar daha kiçik olurlar. Bundan burası görsün müşər kimidir. Bu formada kəsib, bunu bu qaydada verib, həmin o yetim qutuya verəcəyik. İndi o prosesdə göstərəcəm sizə. Hələlik gördük ki, biz bunu ən yaxşı qutudan bir dənə bir günlük toxum olan plastika seçdik. Bu kadar. Demək, yetim elədiyimiz bax bu qutuda ortada yer saxlamışıq. Demək, sırpaladım, cəmi 8 ramka saxladım. 4'ü burada, 4'ü burada. Həmin bu bir günlük toxumları bax, bunun arasına bura verəcəyik. Demək, sonra baxaraq görək, bir yerdə baxaraq görək nə qədər məmələr tutdu. Və gələcəkdə bunu belə bir dənə düzəltdiyimiz ramkaları məməni qoyuruq, digər bölmələrimizə yerləşdiririk. Yəni bundan da məsələ bitir. Bilirik ki, bir günlük toxumdan yetişib, sağlam anadan yetişib. Yəni bütün məsələlər kontrol altında olur. Buna görə də belə ana yetişdirmə məncə yaxşıdır, effektlidir.
İndi bunu lazım qədər yemləmə eləməliyik ki, burada yəni daha çox şirə qoysunlar, ana südü qoysunlar. Bunu da bircə göstərdərik gələn səfər inşallah. Bu qədər.